dayan, oturaq, gözləyək, şans olacaq, olmayacaq. Hərəkət elə şans çıxacaq ortaya. Təbii ki, elə qapı var ki, heç vaxt açılmır. Amma nə yaxşı ki, onu geri döyək biz. Bəlkə açılardı. O qapını döymək lazımdır. O bizim açılmasın. Amma qocalanda biz deyəcək, o qapını mən döydüm. Açılmadı, amma döydüm. Mən Əzbər Qasımov, Lavsiz restoranının qurucusu və sahibkarı. Restoran sayəsində necə və hardan gəlmişəm. Tələbəçilik vaxtımda qrup yoldaşlarım bilirdi ki, yaxşı oxumurdum mən. Yəni, gedirdim, gəlirdim sadəcə olaraq. Məqsəd də universitetə girmək oldu ki, Bakıya gəlim. Bakıya gəlim ki, daha maraqlı idi. Yəni, rayonda qalmaq istəmirdim. Gəldim Bakıya, oxumurdum, kəsirlərim çox idi. Və universiteti bitirdik, tamamlandı universitet və getdim, gəldim əskərliyə 1 il 6 ay. Yəni 6 ay daha çox xidmət göstərdim. Gələndən sonra dostlarımla, qrup yoldaşlarımla münasibət saxlamışdım. Gələndən sonra gördüm ki, rayona getmək istəmirəm, atamın da sağlığına, işi gücü yaxşı idi. Dəvət elədi yanına gəlmişdiyim. Sadəcə olaraq rayona getmək istəməyimə görə seçim Bakıda idi qalmaq. Bakıda qalmaq üçün də işləmək lazım idi. Mən də yəni cavanlıqda işləməmişəm. Açığı kimisə yanında işçi kimi işləməmişdim. Bir mənim üçün çətin gəlirdi. İdmana gedirdim dostumla. O dostum da özünə kafe açmışdı. Məşq edən zamanı dostuma zəng gəlmişdi. Gördüm narahatdır, nəsə. O ərəfədə soyuq əllə istilə yarmarkası açılmalı idi. 2-3 gün qalmışdı. Dostum dedim ki, niyə belə qanın qaradı, narahatsan? Deyir ki, sabah işçi gəlməlidir işə, gəlməyəcək də. Sabah da açılışdı. Açılışdı, yəni sabah gəlmir, mənə pis vəziyyətə qoyur. Onlar da mənə elə ki, çəkinir deməyə ki, gəl mənim yanımda işlə, belə elə. Çünki mən qrup yoldaşımdır deyə görüb mən necə yaşamışam, yəni ancaq pul xərcləmişəm, ancaq belə, yəni işləməkdir, oxumayan insan necə işləyərdi, biraz absurddur onun üçün. Onu deməyə, təklif eləməyə bir çəkinir. Sonra dedi ki, Əzizbə, bəlkə səndə yəni, boşda oldusa, gəlib yarmarkada sadəcə olaraq yəni, nəzarət eləyəsən, yəni, baxasan ki, yəni, mən ailəli, o dostumun ailəli olduğuna görə gələ bilmirdi ora. Səhərdən axşama kimi qala bilmirdi. Orada qalmaq lazım idi. İndi soyuq əllər istəyirlə yarmarkası hamı bilir ki, orada olanda insan nəzarət eləmək üçün səhər-axşam fokuslanmalısın işə. Mən də dedim ki, yəni əslən boşluqdur, idmana bir dənə gəlib gedirəm, başqa işim gücüm yoxdur, gələrəm, niyə də yox. Həm də yenilik kimi, yəni yeni emosiya yaşamaq istəyərdim. Sabahdan başladım, heç bir də anlayışım yoxdur da, heç nədən. Soyuq əllər onda heç mən bir dəfə olmuşdum, olmamışdım da. Yəni heç ağlımın ucundan keçməzdi ki, yəni soyuq əllərdə işləyəcəm, belə elə. Dedim olsun, gəlin, biraz da yəni Bakıda qalmağımın vaxtını uzatmış olaram. Ki, yəni atamın yanı bir daha gec gedim. O da 45 gün gedirdi soyuq əllər. 45 günlük danışdı, dedim işləyəcəm. Sabah gəldim, yəni sabah oldu, səhər gəldim işə, işçilər gəlib, hər şey qaydasındadır. Harasa 1 saat, 2 saat keçdi, insanlar, qonaqlar, yəni yarmarka abavası da çox xoşuma gəldi də, çox enerji verdi. Elə orada işləmək özü əyləncə kimi idi. Bir gündən sonra dostum görür ki, mən içəridəyəm, müdür kimi də, yəni o dedi ki, nəzarət eləyəsən, amma gördüm ki, olmurdu, ürəyimdən keçir işləmək, baxmaq, nəzarət eləmək, yox özüm işləməsəm, özüm şinyət pişirirdim, şiqal tökürdüm, orada mənə görənlər bilir də, çox adam yəni, görüb orada, hamısını özüm qarşılayırdım, özümü şov göstərməyə başlayırdım, o içimdən gəldi bu, ki, yəni mənim təbiətimə uyğunlaşdı. Dostum arası sıra gəlirdi, pulu götürüb gedirdi, baxırdı, gördü ki, yəni, mən heç gözləmirdim də, sən özün eləyəsən. Dedim ki, yəni, mən ancaq nəzarət eləmək də olmur da, yəni insan özü də işləməlidir. İşləməlisən ki, işlədə biləsən. Həm də işçilərdə də motivasiya yüksəlir, gör ki, hamı işləyir. Pəncədə deyərdim, şiqaat tökürdü, şiqaat verirdi, şov göstərirdi. Yəni səhifələrdə var videolarımız. Bu 2018-ci il idi. 2018-ci il idi, 16-18 arası əskərlikdə olmuşam. 18-ci ilin yarmarkası idi. Çox yaxşı alındı və bu 45 gündən sonra biz çox elə ki, tanındıq. Bir dənə kafesi var idi, dostumun ikinci filialı açmaq istədi. Yarmarka bitdi, yenə elə ki, sevgi qaldı mənə restoran sayəsində. Düz bu restoran sırf sayəsi deyildi, amma yəni maraqlı gəlirdi mənə. Amma 45 gün idi da, 45 günü çağırmışdı.
Sonra fikirləşirdim ki, 5 gün, 3 gün yarmarka bitəndən sonra darıxmağa başladım. Biraz özümə qapandım. Gördüm ki, yox da biraz promo kimi işlədim, biraz bukletdə işlədik, buklet payladıq. Biraz reklam aksiyalarında işlədik. Amma gördüm ki, mənə uyğun olmayan bir sahələrdə darıxıram, sıxılıram. Qərara gəlmişdim ki, artıq gedim rayona, kişimin öz işi, atamın öz işi gücü var, yaxşıdır. Sağ oluna. Getməyə qərarlaşdıran yaxın dostum yenə mənə zəng elədi. Evdə oturmuşdum, dostum zəng elədi. Olduğu kimi deyirəm də. Dedi ki, Əziz bəy, sən nə edirsən, nə işin, nə gücün, nə planlaşdırırsan? Yarmarkadan sonra bir kifayət qədər vaxt keçirdi, 2-3 ay. Dedim ki, açığı hələ bir fikir yoxdur. Düşünürəm ki, rayona getmək istəyirəm artıq atamın yanına. Dedi ki, sən qala bilirsənsə, qal, mən ikinci filialı açaram. Yarmarkadan sonra, yəni, ki, restoran drive elədi də, ikinci nəfəs gəldi. Həm gəlir əldə elədi orada, həm ad çıxartdı yarmarka sayəsində, həm də özü də bacarıqlı olanıdır. Əslən bir tərəfdən sevindim, yalan deməyim, Bakıda biraz da qalmaq uzanacaq, həm də restoran sahəsi. Düşündüm ki, o da yarmarka kimi olacaq. Dostum da ki, sənə bəyəndirmiş və çox qəşəng işlədin də, sən orada, yəni səndə bağlanır. Qonağına ünsiyyətdir, qonaqpərvərlikdir, danışmaqdır, qarşılamadır, sağlaşmaqdır, nizam-nizamdır, yəni yaxşıdır səndə. Dedim, olsun eləyək, həcdəyik, bir ay yer götürmüşəm, remont gedir də, elə mənə yanımda olarsan, açılış eləyə gedib gələrik, bir aydan sonra artıq orada menecer kimi işləyərsən. Dedim, hə, lap yaxşı oldu. Gözləyək. Getdi, gəldi, remontda iştirak edirdi, harasa getmək lazım, gedib dostuma ardıq gəlirdi. Elə bir ay oldu və açılış oldu. Bir ki, kafenin ikinci filialı açıldı. Orada işləməyə başladım. Orada dediyim kimi, menecer kimi getmişdim, amma elə ofisantlıq da eləyirdim. Çünki 2-yə kimi ofisant olmurdu orada. Yəni 2-yə kimi ofisant olmurdu, dostum da üzü gəlmir mənə deməyə. Sıxılır, narahat ol ki, yəni mən görürəm ki, yoxdur da ofisant kimi silməlidir, sola kimi qarşılamalıdır. 2-dən sonra gəlir. Bir ofisant tələbə idi, yəni, ona görə 2-dən sonra gəlirdi. 2-yə kimi ofisantlıq idi, 2-dən sonra da ehtiyac olanda yenə də ofisantlıq edirdim. Həm qonaq qarşılayırdı, həm əyləşdirirdi. Restoran elə böyük restoran deyildi. Hardasa 100 kvadratlıq restorandır, balaca 2 mərtəbə. İndi bilənlər bilirlər, gəlib gediblər ora. Yəni, canla başla elə bir öz restoranım kimi işləyirəm. Bacardığım qədər, yəni sevgi göstərirəm insanlara, qonaqlara, gələn bir də gəlsin. O da axşamdan, dostum axşama gəlirdi, gedirdi, açot edirdi, gedirdi mənlə. Elə o minvalla davam elədi, düz bir il. Bir il işlədi, sonra yenə təzədən yarmarka gəldi, soyuq əllər təzədən oldu. Təzədən mən getdim soyuq əllərə, restorana başqa adam qoymuşdum, müvəqqəti. Soyuq əllər qəşəng iştirak elədi, indi başqa daha da maraqlı oldu, daha da şoular göstərdi soyuq əllərdə. Yəni, belə işləyə bəz maaş da artırdı və həm bazarlıq eləməyə başladım. Mənim öz maşınım var idi. Dostum dedi, gəl bazarlığı da sənə verim. Həm bazarlıq eləsəyirlər, həm də menecerlik elə. Həm bazarlıq eləyirdim, 2 dənə kafe ikisinə də səhərlər və bazarlıqdan sonradakı restoranda menecerlik işləyirdim. Elə. Sonra istərsəməz yavaş-yavaş fikirləşdim ki, yəni, münasibət pozulmadan, münasibət yavaş-yavaş müəyyən səbəblərə görə pozulmağa başladı. Mən bir yarmarka gedəndən sonra ikinci dəfə qaydanda o münasibət yox idi, o diqqət yox idi və elə bir ki, dostum düşündü ki, mənsiz də restoran işləyə bilər. Çünki mən olmadım restoranda, yarmarkada oldum. Qaydanda o ababa başqa idi. Yəni onu hiss eləməyə başladım və elə yavaş münasibət soyulmuşdu artıq. Yəni 45 gün olmadığıma görə münasibət soyudu. Belə böyük bir səbəb yox idi. Yəni, deyim ki, nəsə olub, heç bir şey yox idi. Ondan sonra da salamımız qalmışdı o adamla. Mən ondan sonra qərara gəldim ki, niyə... Və mən restoran açmaq istəyirdim dostuma, ondan qabaq birinci bu olub. Elə həmin dostumla restoran açmağa təklif eləmişdim ki, restoran açaq, franşiza kimi də ad ondan, işləmə məndən, pul məndən, yatırım mən edirəm. O da bildi ki, atam iş adamıdır deyə, yəni pul köməli göstərə biləcək. Mən dedim ki, onlar əsildən 3-cü filialı birlikdə açmaq planlaşdırmışdıq. Elə bir ödəniş istədi ki, həm restoranın xərcini mən ödəməli idim, xərcindən də savayı əlavə, yəni yetərincə pul istədi. O da mən dedim ki, yəni özünə elə demədim, özünə dedim ki, yəni
düşünərəm, amma özümdə düşündüm ki, yəni bu ondan sonra gedib özüm restoran açaram, nə əlavə xərc çəkərəm, əlavə xərc vermərəm, həm də öz brendim olar. Çünki o çox istədi məndən, yəni 2 qat edib artıq istədi. Ad ondan, işləmək məndən, pul məndən, remont pulu, hər şey məndən. Amma əlavə ekstra da ödəniş istədi, bir o qədər. Ondan sonra həm o, həm yarmarkada oldum, qayıtdım. Bu iki məsələ üst-üstə düşdü, münasibət soyudu. Sonra mən öz atamla danışdım, dedim ki, restoran açmaq istəyirəm. Düz heç vaxt düşünmürdüm, yalan nə deyim, ki, açansa restoran açaram, açansa restoran, öz restoranım olar. Ağlımın ucuna keçmirdi. Orada işlədiyimə görə, bəli, ağlıma gəldi. Yəni həmişə də o adama çox sağ bildirəm ki, yəni mən burada işlədim, buna görə mən bu fikir gəldi mənim ağlıma. Düzdür, konsept tamam fərqli idi. Köhnə işlədiyim yerdən demək olar ki, heç bir şey eyni deyildi. Restoranı da bir dənə. Bizdə yəni restoran menüsüdür, onlardan ancaq şirniyyat idi. Və mən orada işlədikcə, o köhnə dostumun obyektində, orada kinder yumurtası var idi və mən gördüm ki, bir dənə stolda yumurta var və görürəm xanımlar onu özlərindən gəzdirirlər kafenin içində, selfie edirlər, şəkil çəkdirirlər və başqa heç bir şey yoxdur, adi restorandır. Və orada ağlıma gəldi ki, yəni xanımlar xoşlayır şəkil çəkdirməyi. 5 il bundan qabaqki söhbət danışım, 2020-ci ildə artıq, 18-dən 20-yə mən o restoranda işləmişəm. 20-ci ildir və düşündüm ki, niyə kafe və fotostudiyanı birləşdirməyək? Yəni, bu fikir gəldi. Kafe, ən fotostudiya, ikisi bir arada. Necə ki, bu kitab yeri var, həm kitab oxuyurlar, həm yemək yeyirlər və yaxud da pub var, içki içirlər və nakolka tatu vururlar, ikisi bir arada. Yəni, sintezlər deyirəm də sizə. Yəni, bunu elən yoxdur ölkədə. O demək deyil ki, uğursanlar. Yəni, biz fikirləşdim, dedim ki, yəni, bu alına bilər. Və atam mənə ev almışdı onda, Nərmanlıda qalırdım, öz evimiz idi. Dedim ki, mən ev istəmirəm, evi satmaq istəyirəm. İcazə verirsinizsə sataq evi, ideya var, bu ideya mən bir reallaşdırmaq istəyirəm və güvənirəm, inanıram da yaxşı olacaq. Dedi ki, güvənirsənsə ev sənindir, yəni oğlumsa evi sənə vermişəm ki, qalanı öz başına, öz ayağını özün işlə. Sən gəlmədin mən yanıma, indi ev vermişəm, mənim atalıq vəzifəmi artırlamasını yerinə yetirmişəm. Dedim, bəli, mən bir şey demirəm sənə, düz deyirsən, mən gəlmədim, amma Bakıda qalmağı seçdim. Evi satdıq, evi satdım, 20-ci il pandemiya da yaxınlaşırdı, pandemiya yavaş-yavaş iyi gəlmişdi də, 2 ayda, belə çətin durumudur, amma yəni inanmırdım, ancaq pozitiv olmağa özümü qoruyub saxlayım, qoyub pozitiv düşünüm ki, pozitiv olsun. Evi satdıq. Evi satdıq, haradasa 100 minə yaxın oldu. Satdıq evi, o pulu yer axtarmağa başladım. Yer tapmaq da çox çətin idi, dəhşət. Yəni, istədiyim yer, gözəl yer tapmaq ən çətin şeylərdən biridir. Həm də təcrübə də yox idi. Yer heç vaxt axtarmamışdım da. Adi kvartira qalan zamanlar belə yer axtarmırdım. Həmişə hazır idi hər şey. 1 ay, 2 ay, 3 ay axırda istədiyim kimi yer tapa bildim, çətinliyində olsa. O yer, bu yerdən gedir söhbət, Sarif filialından. Burada əvvəllər başqa brend idi, o çıxdı, o da pandemiyaya görə çıxdı. Yoxsa belə çıxmazdılar burada. Və məndən sabah 2 nəfər gözləyirdilər bu yeri, növbədə idilər. Ki, yəni mənə də deyirlər gözləyin, yəni onlar girməsələr, siz girəcəksiniz bu yerə. Yəni 1 ay, 2 ay, 3 ay elə vaxt gedə-gedə oturub gözləyirdik hamımız. Sonra axırda oldu ki, dedilər, bəli, onlar girmirlər, gəlin sizlə müqavilə bağlayaq. Və Sarif yanı elə götürdük biz. Götürəndən sonra elə bir martın 14-ü elə ad günü idi. Ad günündə mənə açar verdilər. Rovno martın 14-ü özümə deyirlərdim də. Amma 2 gündən də sonra Türkiyədə pandemiya elan olundu. 2-3 gün mart ərəfəsi idi. İndi bilən bilir o ərəfədə pandemiya elan olundu. Hətta mənə dedilər ki, tələsdin, gəl götürməzdin. Yəni çox sıxırdılar. Dostlar, tanışlar evdən ki, yəni gəl tələsməzsin, çünki çox pis durumdadır. Hamı qaçır bir dəqiqə rayonlara və yaxud hər şey hamı bağlayırsan, durub bu durumda yer götürmüsən. Biraz mənə də həm də birinci işimdir, birinci yer götürməyimdir. Özü, yəni balaca yerdən başlamadım da. Normalda hamısı götürür balaca bir obyekt. Mən promo 250 kvadratlıq yer götürdüm. Yəni 2 mərtəbə böyük bir obyekt, özü şəhərin mərkəzində. Buranın da arendası yüksək idi. Və hamısı üstə düşüb, başım biraz dolub. Bilməm də nə necə, amma güvəndiyim, bildiyim şey var, ideya. Ki, yəni ona güvənirəm, bilirəm ki, bu ideya tutacaq, nəsə içərdən inanıram ona.
Dedim ki, bu pandemiya olsa, bundan qabaq da oldu da, xəstəliklər, quş qripi olub, donuz qripi olub. Yəni, bir müddətdən sonra bitib, 1 ay, 2 ay, hamımız onda elə düşünürdük. Bu 1 ay oldu, 2 ay oldu, 3 ay oldu, yəni bitmir. Mən də remont edirəm, restoranı remont edirəm, dekorlar gətirirəm, gülçəyə vururam, fotozonalar qoyuram. Rahat işləyirəm, yəni nə qədər gec açsa, bir o qədər yaşlıyım, mən rahat restoranı açaram. Yəni 4 ay, 5 ay, 6 ay görürəm sentyabrda açıldı. Görürəm çox uzandı da. Sentyabrda icazə verdilər ki, restoran işlətməyə. Restoranı sentyabrda açılış etdik biz. Blogerlər çağırdıq, maralı açılış elədik. Ölkədə səs saldı, dedilər Flamingolu kafe, Barbie'li kafe belə tanındı. Yəni çox səs saldı, qonaqlar gəldilər, getdilər, hər şey qaydasında idi ta müharibəyə kimi. Sonra o dövrdə müharibə başladı. Müharibə başlayandan sonra da restoran həm qonaqlar az gəlməyə başladı. Çünki hamısı diqqəti müharibədə idi. Onun da savayı pandemiya tam qurtarmamışdı. Pandemiya hamı maskada işləyirdi, maskada gəzirdi və Covid-siz icazə yox idi. Pasportsuz gəlsinlər restoran yoxlamalardı. Yəni, bütün restoranlar, bütün obyektə zəif işləyirdi onda, yəni heç nə. Və sən təzə açılmışsan və sən təzəsən. Bunlar hamı üstə düşdü. Pandemiya, müharibə, sən təzə olmağın, yəni fora yox idi də sənin üçün ki, yəni nədənsə fora var, ondan çıxarsan və bütün pulları da qoymuşsan restorana, arxada da pulun da yoxdur. Və atam da mənə deyib ki, yəni mən sənə verdim, bundan sonra məndən pul istəmədi. Yəni necə istəyirsən elə də elə, amma məndən pul istəmədi. Qalmışam belə çıxılmaz vəziyyətdə. Arendada 1 ay gecikdirirəm, 2 ay gecikdirirəm. Arenda icarə götürən də sağ olsun, biraz mənə köməkli göstərirdi ki, yəni gözləyirdi. O da inanırdı elə bir ki, bu haçansa yaxşı olacaq. Optimist düşünürdü. 1 ay, 2 ay, 3 ay elə uzanırdı arenda. Yavaş-yavaş bağlandı kafelər, Altı Bazar bağlandı. O oldu, qutardı, harasa bir il hələ çətinlik çəkdim, bir il hələ əziyyətli günlər oldu. Ondan sonra xırda başladı düzəlməyə. Mən sonra soyuq əllə istilə yarmarkasına girdim, çıxdım, orada gəlir əldə elədik. Elə bir də ad günlər oldu bizdə yavaş. Mən baxırdım, görüm nə etmək olar ki, biraz durumu düzəltmək. Masiya klasslar elədi, partilər elədi uşaqlar üçün. Elə xırda düzəlməyə başladı. Düzəldi. 2 ildən sonra düzəldi vəziyyət, borc bağlandı təmiz. 3-cü ili yaxşı işlədik. 3-cü ili artıq restoran 2-ci filialı açdıq biz Targoyolda. Açandan sonra 4-cü ilə girəndə dekabrın əvvəli idi, 4-cü ilə girmək istirdik. Hər şey yolunda gedirdi. Hətta düşünürdük ki, gələcəyən 3-cü filialı açaq, masştabı böyüdə genişləndirək. Sən saydıqsa, Gövhərəynə sahər, dekabrda bayram qabağı, hamı da bayramda qəşəng işləyirdi. Hamımız bilir ki, bayramın, dekabrın 1 ayı, digər 3-4 ayın bərabərdir. Dekabr bayram ayıdır. Hamı gəlirlər, gedirlər. Növbə olur biz demiş dekabrda, ən az 15 gün qapıda növbə olur. Və onu Alveridə, savayı kafedə indi məlum məsələlər görə yanğın baş vermişdi dekabr ayında. Harca 2 ay kafe bağlı qaldı. Həm gəlirdən olduq biz, gələn müştərilərdən olduq biz, həm də ki, yanğın oldu, xəsarət dəydi kafeyə, sıfırdan bir kafe təzdən açıldı. Yəni o durum, hətta çox inanmırdı ki, kafe təzdən açılar. Yəni videolar görüb çoxu ki, yəni külün içində idi. Mən özüm də girdim içəri. Mən necə bildim yanğın olub, mən onda danışım, maraqlıdır. Birinci gündə səhər-səhərdə Altı Bazar iş çox olub deyə, yorğunçuluqdur, biraz gec durmağı planlaşdırmışdım. Evdə yatırdım, saat arası 11-in yarısıdır, mənə zəng gəldi. Telefon yanına qoyuram, zəng gəlini tez götürə bilim də. Zəng gəldi, gördüm ki, bizim şəf-pavrumuz zəng gəlir, ilkin mənə o məlumat verdi. Deyək ki, Əziz bəy, kafedə yanğın var, tez gəlin də. Mən dedi, bir dəqiqə tez geyindim, mən onu düşünmürdüm də belədir vəziyyət. Deyim, yəqin yanğın olub, yəni söndürüblər də, xırdadır. Və mən elə yerdə qalıram ki, düz kafenə eyni cərgədə qalıram. Məhəllədən çıxdım yola, 50 metr, 100 metr sonra kafeni görürəm.
kafein binasını görürəm. Piyada 5 dəqiqəlik yoldur. Maşın sürməyi sevmirəm deyə, yəni və vaxt itirmək istəməm yollarda. O mənə çox dəyərlidir. Ona görə yaxın məsafələr seçmişəm. İdman kafein yanındadır. Ya qaldığım yer kafein yanındadır. Hər şey eləmişəm ki, ambar kafein yanındadır. Yəni yolda mənasız vaxt itkisi olmasın. Onun əvəzinə vaxt bizim pul deməkdir. Vaxtı pula çevrərik biz. Vaxtı yolda itirirsənsə o havaya gedir. Və məhəllədən çıxdım biraz həyəcanlı. Yola çıxıram, görürəm ki, tüstü var, amma yenə özümü aldatmaq istəyirəm ki, ya o bizim tüstü deyil də, inanmıram o boyda tüstü bizdən olardı. O dərəcədə həyəcanlı demədi, ya da fikirləşirəm, bəlkə zarafat elədi mənə. Sonra görürəm, yoxdur, heç birinin mənə zarafatı yoxdur da, hamamını iş yerində idi. Özümü yenə də uşaq kimi aldatıram da, çalışıram ki, ola bilməz belə elə. Və o 5 dəqiqəlik məsafə mənə üçün ki, qurtarmırdı da, gedib çata bilmirdim ora. Və o 5 dəqiqəlikdə mən da nələr fikirləşdim, nə qədər şey fikirləşdim. Və yanımdan mən gedə-gedə maşınlar keçirdi, yanğın söndürən maşınlar, siqnallarla 2 dənə, 3 dənə keçdi. Gördüm ki, vəziyyət çox ciddidir. Və görürəm ki, artıq həmin yerə tüstü çıxır. Çata bildirəm və heç yavaş ayaqlarım donmağa başladı. İstəmədim, lap yaxına gedim, baxım. Yolun bu biz tərəfindən, üz-böz tərəfdə dayanmışam və müşahidə edirəm necə ürəklər, bizim loqomuz ürəklərdir də, lafsiz yazır, ürəklərin içində tüstü çıxır. Onu görürəm, baxıram və o baxdıqca da görürəm 4 il, 5 il hardan başlayıb, hara gəlmişik, pandemiya, müharibələr, altı bazarsız bağlanmaq vaxtları, sıfırdan qalxmalar və anında itirir hamısı, külə dönür gözünün qabağında və sən heç eləyə bilmirsən. Baxırsan sadəcə qayadan müşahidə edirsən. Sonra yanğın söndürdülər qısa bir müddətdə, harası 15-20 dəqiqə ərzində söndürdülər. Birinci mərtəbə, ikinci mərtəbə, mətbəx, bar, ümumiyyətlə hər bir şey. Bir var ki, sıfırdan obyekt götürərsiniz, onu remont etmək daha rahatdır. Nəinki suyun içində, tüstünün içində, yanğın içində, onu sıfırdan da aşağıdadır, mənfidədir artıq. Çünki kafeyə qapını açdım, girdim kafeyə, gördüm dizə kimi sudur. O suyu oradan çıxartmaq, zizibili çıxartmaq, masaları çıxartmaq, mətbəxi, gül çiçəyi, nə qədər şey çıxartmaq özü bir əziyyətdir, vaxt itkisidir. Heç belə baxdım sağa sola, bir gün buraxdım, bir gün getdim özüm, oturdum, sakit yerdə çay içdim və oturdum, yəni belə deyim, çox mənası olmalı bir iş deyil də. Deyim, bu oldu, həyatda kişinin başına iş gələr, hər bir şey ola bilər. Əsas ölüm olmayıb, ölməmisənsə, hər bir şey düzəltmək ola bilər həyatda. Öldünsə, artıq heç düzəltmək olmur. Komandanı yığdım, sabah toplantı verdim, Targov yanında oturduq, müzakirələr elədik, danışdıq, plan qurduq, nə, hardan, necə başlayacaq, ustaları çağırdım, dizaynı çağırdım, bütün elektrik sistemi, santexni hamısını çağırdım ki, nə, harda, necə olacaq. İşə başladıq, plan quruldu, işə başladıq və biz orada durum olsa pisdir. Biz özümüz də pis olsaq, ətraf da daha da pis olacaq, komandada ruh olmayacaq. Ruh yüksəli özündən başlayıb birinci. Elə başladı davam eləməyə, elə bir ki, heç nə olmayıb. Sadəcə hadisədir, davam eləyək. Bizdən hətta soruşurdular ki, yəqin ki, buradan çıxacaqsınız, icarə götürmək istəyirik. İnanmırdılar da, təzədən başlayacağıq biz. Yəni, o obyekti 47 günə açdıq biz. Yəni, 47 gün heç kim inanmırdı ki, obyekt açılacaq. Yəni, əylələr verdi, ofisant qarışıq, mətbəx işçilər qarışıq, hamımız işləməyə başladıq burada. Özümüz işlədik, videolar da var. Özümüz emosiya vururduq, özümüz gətirirdik, aparırdıq. Yəni, elə olmasaydı, yəni 47 gün açmaq mümkün deyildi. Qısa müddətdə açdıq. Və bizi də gözləyən çox idi. Açandan sonra xeyirli oldu. Qəşəng iş başladı, xırda. Yəni bir deyə də başlamadı. O da bir vaxt itkisidir. Ona da vaxt lazım idi ki, təzən yığasan müştərini. O da bir çətindir. Elə yavaş-yavaş təzən gəldi, təzən inandılar, təzən güvəndilər bizə. Yəni, üstündən il yarım vaxt keçib. Təxminən il yarım vaxt keçib. Şükür Allah, iş qaydasından hər bir şey nəzarət altındadır, hər şey sığortalanıb. Belə. Və mənə sual verirlər ki, çox vaxt
gələn qonaqlar tərəfindən deyirlər ki, bu fikir sizin hardan gəldi ağlınıza da, yəni kafe, fotosuyca. Həm o yumurta dedim, həm də bu rəng olaraq pinki daha çox seçmişəm də, pink rəngində. Birinci mən elə düşünürəm ki, özlüyümdə sual verdikcə mən başlayacağım fikirləşməyə, niyə oradan sırf gəldi, hardan gələ bilər, özümə sual verirəm. Məndə dayı əmi olmadığına görə mən xalamla bir-birlərinə böyümüşəm də daha çox. Onlar da həmişə yəni makiyaj olub, pomada olub, kosmetik olub sumkalarına həmişə mən həmişə nəsə vururdular, həmişə də mənə cəlb edirdi, maraqlı gəlirdi ki, həm oradan düşünürəm. Həm də ki, mən uşaqlıqda, yəni balaca uşaq idim, məhəllədə oynayırdıq. Bir qız var idi, yəni belə deyək, uşaqlıq məhəbbəti də 13-15 yaşımız var idi. Onun ən sevdiyi rəng elə pink rəngi idi, rozlu rəngi idi. Özü getdi, bir rəngini saxladı məndə. Yəni, biraz oradan gəldi, biraz buradan gəldi. Bir də oxudum, universitet filologiyada oxumuşam, Bakı dövlətdə. Orada 90% oxuyanlar qızlardan, xanımlardan ibarətdir. Biraz da düşünürəm ki, bunların hamısı məndə kafedə əks olunur. İndi çoxu deyir ki, məsəl üçün kafeni sıfırdan açmışam və ya hansı işi sıfırdan qurmuşam, noldan, mənfidən, borcdan. Mən indi xayb olsun deyə olanı demək lazımdır. Bizdə məndə dediyim kimi də ev vardı, evi satdım, evi işə qoydum. Yatırım elədim, işdə çox uğurlandı. 100 minlik qoyulan iş indi hal-hazırda milyondan daha dəyərlidir. Mənə deyirlər ki, ev niyə almırsan, artıq ev vaxtıdır almaq, ev al, maşını dəyiş. Mən düşünürəm ki, evi almaqdansa, yəni kassamı artırıram, kassamın sayını artırıram. Mənə gəlir gətirən ev deyil, kassadır. Pulum çoxlandan sonra istədiyim yerdə kifayətcə qala bilərəm, yəni bahalı evlərdə. Yəni ev onsuz da hamısı burada qalacaq da. Amma emosiya ki qalacaq, emosiya yaşadığın yer. Risk düşünürəm ki, işini sevən insan risk edirsə sevdiyi bir yerə, o onun üçün xoşbəxtlikdir, onun üçün drive'dir. O uduzmağa fikirləşmir. Yəni uduzsa da belə, o bilir ki, uduzandan sonra qələbə gəlir. Bütün qalib gələnlərin hamısı uduzublar. Uduzmaqdan qorxmaq lazım deyə düşünürəm. Sən bir gün uduzdunsa, sabah qalx, sabah qalibsənsən. İnatkarlıq, səbir və davamiyyət. Qonaqlara da biz deyirik. Nə vermək lazımdır? Diqqət, qayğı, sevgi, nəvaziş. Bu 4 dənə şey onlara və onlar davamlı sənin qonaqların olacaq. Və çalışdığım qədər qonaqlarına özüm məşğul oluram, özüm qarşılayıram, əyləşdirirəm. Yəni onlar məmnun qalsınlar, davamlı gəlsinlər və xoşbəxt çıxsınlar bizim məkana. Axırda bizə gəlib yaxınlaşa deyirlər, sağ olun, çox yaxşı idi, yenə görüşəcək, yenə gələcək sizin məkanımıza. O bizi xoşbəxt eləyir. Biz bu sözlər üçün çalışırıq, biz bu sözlər üçün vuruşuruq, bu sözləri qonaqlardan eşitmək üçün xidmət göstəririk. Əsas budur. Təbii ki, maddi olmalıdır ki, biz bu işləri görə bilək. Amma yəni bu da olmalıdır. Tək sən pul, o bir yerə qədər gedəcəksən də. Amma sevgi də varsa, sənin təbiəti və daxili dünyana uyğun yerdə çalışırsansa və bunlar ikisi bir arada güclü olacaq. Mən düşünürəm ki, belə yekə restoran açmayacaqdım. Təbii ki, yəni pulum azdan başlayacaqdım. Məsələn, 100 min vardı sonda, 5 min, 10 min əgər tapa bilsəydim, bir kafe shop tipli yerdə aça bilərdim, balaca bir masalı yer aça bilərdim. Uzun müddətli olacaqdı, indiki olduğum duruma belə tez çatmayacaqdım, amma çatacaqdım. Yəni, yenə də restoranın uğurlu əldə edə biləcəyini düşünürəm. Sadəcə orada vaxt məsələsidir. Pul sənin 1-2 il qabaqdır. Yəni, o çox olan pul sənin 1-2 il qabaqdır. Bir-iki il daha arxadan başlayacaqdım. Belə deyək, daha balaca yerdən, daha balaca abirat olan, alver olan yerdən. Ondan sonra yavaş-yavaş böyüdəcəkdi. Əslində, yəni uşaqlıqdan atamın yanında bez işləmişəm. Sonra Bakıda olmuşam, tələbəçilik illərim olub. Pul gəlirdi deyə düşündüm işləməyə gərək yoxdur. İnsan biraz çıxılmaz vəziyyətdə qalanda çox şey eləməyə başlayır. Yəni işləmə barəsində və onda özünü tapır ki, gör ki, bu iş bunda alınır. Məndə elə bir atam dedi ki, kəsirlər, məndə 40-dan çox kəsirim vardı. O kişi küsmüşdü məndən də. Yəni bu qədər pulu göndərib, bu qədər kəsir bilmirdi. Ki, axırda bilib, 4-cü kursu qutaran yaxın bildi ki, mənim kəsirlərim var. Və onda küstü məndən, dedi ki, əsgərlə gedərsən və hara düşərsən də 1 il 6 ay. Mən də getdim, dedi, kimiz oğlundan artıq deyilsən ki, gəlib düşərsən hara lazımdır ora. Mən də düşdüm bəxti xuda, idmançı olduğuma görə Çevikə düşdüm Zaqatalıda. 1 il 6 ayda mən çox şey öyrəndim orada, yəni çox xoşbəxtəm, getdim əsgərliyə
mən kimi insana getməyə dəstəklə düşünürəm. Çünki ərkönlüydüm biraz. Çəkişməsən, bərkimərsən. Getdim, gəldim və ondan sonra gördüm ki, atam da məndən universitetə görə küsüb biraz, inanmağı da zəifləyib, ev alıb verib və ondan sonra özüm və ondan sonra müəyyən yerlərdə işlədim mən. Yəni, sırf işçi kimi deməzdim, amma yəni çalışırdım, bukletdə işlədim, yaxın tanıdım, tanışın yanında işləməyə başladım. Ondan sonra restorana gəldi. Təxminən ümumi belə götürsək, 1 il yaxın işlədim. Sonra restoranda işləməyə başladım dostumun yanında. Ya əgər yəni az puldan da quran adam, az puldan da quracaq onsuz da. Yəni, kimsə milyon qoyur, kimsə 100 min qoyur, kimsə 1000 manat qoyur. Yəni yenə qaldıra bilən adam qaldıracaq onu. O bəhanədir məncə. Mən elə düşünürəm. Mənim üçün öz yaxınlarımda o söz deyir, mənə qıcıqlanıram. Deyirsən, evin olub, atan köməkli göstərib, belə elə. Amma o maddi köməkli göstərib, mənəvi mənə kömək göstərən olmayıb. Yəni, özüm çalışmışam, heç kim olmayıb. Mən bu işə başlayandan, dostdan, tanışdan, hamıda uzaqlaşmışam. Sıfır, yəni, münasibət olub məndə. Ancaq özüm. Və elə bilmişəm ki, mən çox şey bilirəm. Köhnə işlədiyim yerdə elə bilirdim ki, mən hər şey bilirəm də, restoran nədir ki, açmaq. Yəni, açandan sonra başa düşdüm ki, mən bildiyim heç nə idi. Heç 5% yox idi. Hər addım problem, hər addım problem. Mən 2 il problemlə vuruşurdum. Pandemiya ilə müharibə o tərəfdən, bu tərəfdən də bilmədiyim problemlər çıxırdıca. Yəni, dediyim kimi, onları keçmək üçün sevgi olmalıdır. Sevgi və səbir, inatkarlıq, prinsipal olmalısan. Mən düşünürəm ki, elə deyən insanlara məsləhətim ola bilər ki, insan paltarını da dəyişə bilər, evində dəyişə bilər, maşını da dəyişə bilər, dost tanışını da dəyişə bilər. Amma düşüncəni dəyişməzsə, heç nə dəyişilməyəcək. Yəni, o ölkədən çıxmaq və yaxud da ki, yəni, iş qurmaq bacaran insanın potensialı varsa, o hər yerdə qura biləcək işi. Sadəcə o işi sevmək lazımdır. Sevmək üçün də ki, bir yerə qədər baxmalısan, hansı iş ona uyğundur, o işlə çalışmalıdır. Yəni, sevdiyi işlə çalışsa, o tez-gez uğur qazanacaq. Yəni, bir də yox sözünü eşitməyə hazır olsunlar. Yəni, hamı hə deyə bilməz sənə. Yox deyəcəklər. Bezməməlisən, inatkar olmalısan. İndi, məsələn, işçilər olur, nəsə irad tuturuq, sabah gəlmir, küsürlər. Yəni, çox həssas olub uşaqlar bir dəqiqə. Zəhmət olmasına təbii ki, danışırıq, sizlə danışırıq, yumuşaq danışırıq, yenə fərq yoxdur. Yəni, irad tutmaq olmaz o dərəcədədir. Yəni, iraddır. Yəni, biz irad tutmasa, izah eləməsə, öyrətməsə, gələn qonaqların da qarşısında düzgün xidmət getməyəcək, o da problemə gəlib çıxardacaq. Mən düşünürəm ki, yəni, desəm ki, şansı yoxdur, yalan demiş olaram. Mən necə həmişə o məsələyə baxmışam, 50% şans, 50% qismət. Şansı da siz özünüz eləyirsiniz. Yəni, şans deyən oturaq, gözləyək, şans olacaq, olmayacaq. Hərəkət elə şans çıxacaq ortaya. Təbii ki, elə qapı var ki, heç vaxt açılmır. Amma nə yaxşı ki, onu qeyb döyəyik biz. Bəlkə açılardı. O qapını döymək lazımdır. O bizim ki, açılmasın. Amma qocalanda biz deyəcək, o qapını mən döydüm. Açılmadı. Amma döydüm. Yəni, rahat olacaq. Amma döyməsəm deyəcəm ki, mən döymədim o qapını. Bəlkə o qapı açılacaqdır cümə. Ürəyimiz sıxılacaq, narahat olacaq. Ona görə, yəni, həyat qısadır, vaxt çox tez gedir. Məktəbdə müəlliməmin sözü yadıma düşdü vaxt barəsində. 2-ci, 3-cü sinifdə oxuyurdum, ibtidai müəlliməmiz idi. Mənə dedi ki, vaxt çox tez gedəcəksən, böyümək istəyirsən. Mən də məktəb qurtarmaq istəyirdim. Dedi, gözü açıb bağlayırsan, bir göz qırpımında məktəb qurtaracaq. Və mən sumkamı götürdüm, geyindim, sağlaşdım və evə gedə gözümü açıb bağlayırdım ki, məktəbi qurtaracağım da yəqin ki. Sözü əsl mənasında götürmüşdüm. Və doğrudan da vaxt çox tez gedir. Hərəkət eləyəndə qismət də çıxır, şans da olur. Şansında elə şey var ki, çox adam var ki, ruzusu çox rahat gəlir, adam var ki, ruzusu çox çətin gəlir. Mən bilirəm ki, yəni həmişə şükür eləmişəm. Yəni yanan vaxtı da mən Allaha şükür elədim ki, bu gün eləmin şükür. Yəni həmişə pis günə daha çox şükür edirəm. Yəni çünki verən də Allahdır, alan da Allahdır. Dost yaxşı şeydir əslində, dostu bacaran insan üçün də. Məndə biraz dostlar mənə çox arxaya atmışdı. Yəqin özüm səhv seçim etmişdim ki, onlarla dostluq edirdim. İşə başlamamışdan qabaq. Onlarla hamısına uzaqlaşdım, işə başladım. Biznesin içindən çıxan dost daha
yaxşıdır, nəinki dostluqdan keçən biznes. Hansısa dostunla biznes qursansa, o uğursanma şansı daha çoxdur. Nəinki biznesin içindən çıxan dostun. Biznesdən tapdığın dost daha keyfiyyətli olacaq biznes üçün də, həm də dostluğa da. Amma dostla biznes qursansa, o keyfiyyətli olması çox aşağıdır. Disiplin, nizam-intizam və münasibət pozula bilər, çətindir. Dediyim kimi, dost var, sadəcə olaraq çox azdır. Yəni, yaxşı dostdan gedir söhbət. Dost olmalıdır, iş yoldaşı olmalıdır, hamısı olmalıdır, amma hər şey həddində daha gözəldir. Yəni, səhər-axşam ailənə keçmək lazım deyil, səhər-axşam idman eləmək lazım deyil. Hər şeyin həddində gözəldir. Əgər biz bu işlə məşğul olsa, biz çox istədiyimizi işlə məşğul olmaq, işdə fokuslanmalıyıq. Mənə deyirlər ki, necə olur ki, hər şey çatdırmaq olsun da. Yəni, çatdırmaq üçün də 7-24 düşünməlisən işi. Yəni, bunu eləməsən mümkün deyil çatdırasan. Yəni, hər şeydən uzaqlaşıb, ancaq işi düşünməz 7-24. Təbii ki, istirahət eləmək lazımdır. O da niyə görə edirik? Təzən gücümüz olsun, təzən qayıtmaq işə. Belə. Bir yerə qədər operasyonada iştirak edirsən, operasyonkalarda olsan, bir yerdən sonra artıq sən uzaqdan baxırsan, uzaqdan çəkirsən, ümumi baxırsan. İş böyüyəndən sonra. Hələ ki, işin içindəyik. Daha yaxşı olar ki, bəli, təbii ki, yəni səhvləri artıq digər yerdə edəsən, təcrübə qazanasan, sonra başlayasan, o daha yaxşı olar. Amma ki, yəni biznes qurmaq, iş adamı olmaq, mən bilsəydim ki, mən bu qədər yollardan keçəcəm, bu qədər çətinliklərəcək, bəlkə də o bizim heç gəlməzdim bu işə. Bu sahəyə girməzdim. Və hər adam da, yəni qıraqdan asan görsənə bilər. O adamlar ki, istəyirlərsə öz işini, öz iş adamı olsunlar. Onda indidən bilsinlər ki, yəni 7-24 işləməlidirlər. Dost tanışdan uzaqlaşmalıdırlar. Yəni çox az vaxt keçirməlidirlər ona. Ancaq iş. Yəni stres, həyəcan, problem, əsəb, bunlar olacaq. Bunlar davamlı şəkildə olacaq. Bunlara hazır olmaq lazımdır. O gücə malikdirlərsə, ona hazırdırlarsa, onda onlar bizim adamdırlar, buyursunlar meydana. Mənə güc verən ən əsas amillərdən biri odur ki, işə sevgi. Sevgi və biraz prinsipal insanam. Düşünürəm ki, insan inadkar olmalıdır. Məqsədə qoyulca o məqsədə çatmaq lazımdır. Mənim aylıq, illik məqsədlərim var ki, biraz gec bir ətə çatıram onlara. Özünə güvən, prinsipal, bunlar olmalıdır insanda. Və bir yaxud dediyim kimi, kimizə qorxutmaq istəməmişəm də, hər şey mümkündür həyatda. Sadəcə olaraq hazır olmaları üçün dedim ki, yəni buna hazır olub gəlsinlər bura. Yəni kör-köramaya girsələr ziyanla çıxacaqlar. Amma psixoloji hazır olmaq lazımdır ki, yəni, və gəlsinlər, işləsinlər, çalışsınlar, hər şey mümkündür həyatda. Yəni bir ölmə çarə yoxdur. Qalan hər şey olar həyat eləmək. Yəni ona beynində inanmalısan ki, həyatda elə bilərsən. Sən beynində inanmamısansa, həyatda necə elə bilərsən ona? Mümkün deyil. Sizin layihəniz sizdən, mən danışmamışdan qabaq biz sizinlə qarşıma tez çıxırdı, baxırdı, maraqlı gəlirdi. Hətta motivasiya da alırdım bəzi videolardan. Çox bəyənirdim. Yəni, uğurlarınız bol olsun. Yəni, çox qəşəng. İlk dəfədir məncə Azərbaycanda belə bir layihə görməmişdim bundan qabaq. Verdi və çıxırdı qarşıma. Qəşəng iş. Bilinir ki, işinizi sevirsiniz. Sizdə də məncə o sevgi var.